geceler, sensiz geceler, Kabus gibi çöker geceler, ayrılıklar vurur beni. sabahları dar geceler. Ah geceler, sensiz geceler, kabus gibi çöker geceler, ayrılıklar vurur beni, sabahları dar geceler. Bilmirəm bu təsadüfdür, yoxsa zərurət. Elə proqramımız da axşam gecə saatlarında yayımlanır və bu axşam əziz, dəyərli qonaqlarım, xətrini dünyalar qədər çox istədiyim, çox mənə əziz, üzündə hər zaman təbəssüm olan, bu enerjini hər zaman istər televiziya işçilərinə, mətbuata, həm də öz tamaşaçısına hər zaman ötürən, onun da qayğıları var, onun da öz problemləri var. Amma o gülüş hər zaman onun üzündədir. Çünki o peşəkardır, o bilir ki, şəxsi həyatda, mətbəxdə, kulisdə yaşananların efirdə tamaşaçıya sizə heç bir adiyyəti yoxdur. Nüşabə xanım, Ələsgərlidən danışıram, xoş gəlmişsiniz. Hoş gördük Kazım. Çok Danışın. çok şadam. Dəvətinə görə çox təşəkkür edirəm. Hələ Rövşənlə bərabər, Rövşən Məmmədovla bərabər dəvət Bəli. etmişsin. Çox təşəkkürümü Mən bildirirəm. təşəkkür edirəm, xoş Tamaşaçıları da gəldiniz. salamlayıram. Həmişə kimi çox baxımlı, çox gözəl, çox müsbət enerjilisiniz. Gözləriniz gözəldir. Və bugün bizim də sizə hazırladıqlarımızla düşünürəm ki, siz də bu enerjini bizdən almış olacaqsınız. Dəyərli Nüşabə xanım. Rövşən Məmmədov çox istedadlı gəncimiz, istedadımız. Xoş gəlmisən əzizim. Səni də görmək çox xoşdur. Çox sağ olun, çox təşəkkür edirəm. Xoş gününüzə gələk. Axşamınız xeyir olsun. Bütün tamaşaçılarımızı salamlayıram. Nə xoş ki mənə belə dəyərli sənətkarımızla bir səhnəni bölüşürəm. Mən inşallah Nüşabə xanımla bir neçə layihəmiz var bu il ərzində. İnşallah İnşallah. başlamışıqsa axıra kimi davam eləyərik Xeyirli inşallah. uğurlu olsun. Təşəkkür Mənə edirəm. gəlir ki, Nüşabə Ələsgərlidən sən təkcə səhnəni paylaşmaq, onunla duet ortağı olmaq deyil, həm də Nüşabə xanım bilirsən ki, müəllimdir, pedaqoq kimi də fəaliyyət göstərir. Bəli. Həm də bu tərəfdən də Nüşabə Ələsgərli sənin üçün çox yararlıdır, Bəli. öyrənirsən. Bəli, Adi səs yazma studiyasında o mahnı yazılma prosesində Tamamilə bunu doğru. belə oxu, onu belə oxu, bu vurğunu bura, bunlar hamısı xüsusi incəliklərdir ki, hansı ki yararlanmalısan Əslində Nüşabə xanımdan. Rövşən özü çox istedadlıdır. Bəli. Seçimi də var. Onun bir dəyərli köməkçisi də var Ramil. O da Bəli. onu da salamlayıram. Yəni Salamlayıram. o onun da məsləhəti ilə özləri belə məsləhətləşirlər. Elə gözəl repertuarlar fikirləşirlər. Və yeni mahnıları yazdırmağa o qədər can atırlar, o qədər zəhmətkeşdilər ki, yəni bizim ancaq o siz demin balaca detallarda Hə. nəsə deyə bilərik də. Yəni Rövşən özü artıq illərdir oxuyur. Gəncdir amma çox gənc yaşlarında Baxın, oxumağa gəlin başlayıb. etiraf eləyək ki, bu səhnə, bu sənət, yəni bitmir, tükənmir də biliklər. Yəni Bəli. sona qədər öyrənirsən. İnsan Bəli. ümumiyyətlə İnsan sənətindən sona asılı qədər olmayaraq öyrənməlidir. Həyatdan nəsə öyrənirsən, insanlardan nəsə öyrənirsən, Doğrudur. öz başına gəlmiş hadisələrdən nəsə öyrənirsən. Ona görə də yəni Necə deyirlər, anadan olandan qəbir evinə qədər Bəli, öyrənmək lazımdır. öyrənmək lazımdır. Yəni bu Rövşən də ki, gecə gündüz öyrənir. hə, Nüşabə maşallah. xanım, Kazım bəy həm gözəl anadır, həm gözəl müəllimdir, həm Bəli. gözəl pedaqoqdur. Nüşabə xanımın bir hardasa bir 15-20 il olar da Bəli. qonşu kanallardan bir gözəl veriş açmışdıq. Hə, Gözdəyməsin Gözdəyməsin. proqramda. Hə. İlk xeyirduanda elə Nüşabə xanım veribdi. Nə Orada gözəl. qonaq O vaxt mən olmuşam, onu- bəli. hə. İlk dəfə o veşə çıxmışam. Bəli. İlk dəfə özə ilk dueti də Nüşabə xanımla oxumuşam. Çox gözəl. Xoş gəldiniz bir daha. Xoş gördük. Gəlin əyləşəyin və söhbətimizi Bəli. oradan Bu davam arada etdirək. studiyan çox Aycan. gözəldir. Çaynikin, çaşqan Bir gözəldir. gedəməzsə qəşə bir çay süzüm. Elə Ay. o dekor deyil ha. O yəni doğrudan da çaydandır. Yəni onun içində doğrudan da çay var. Doğrudan. Bəli Nüşabə xanım. Sən həmişə özəl olmusan Çox da. təşəkkür Hər edirəm. bir şeydə səndə özəldir. Çayın belə. Gəlin bəli, əyləşəyin. Bəli, biz davam edirik. Nüşabə xanımın diqqətini çəkən bu qaşlı fincanımızda gəlin ona yaxşı bir çay süzün. Bəh, bəh, İsti-isti. bəh, bəh. Havalar soyuqdur. Özəl media. Bəli. Çayımızın qızınması. Özləri də özəldir. Medialar da özəldir. Təşəkkür edirəm. Hər şey özəldir. Canımızın qızınması üçün bu havalarda ən Allah, gözəl vasitə vallahi. çaydırsa, buyurun. Baxın. Gəl Rövşən, sənə də çay süzüm. Soruşum ki, necəsiniz? Əhvalınız necədir? Gəl əzizim. Əhvalınız necədir Nüşabə Çox sağ xanım? olun. Super. Burada necə ola bilər? Dostlarımın yanındayam. Dostlarımın verilişindəyəm. Sevdiyim insanın verilişindəyəm. Əhvalım da çox qəşəngdir. Özə Timbola Rövşənlə çıxmışam efirə. Xüsusilə, hə? Xüsusilə. Bəli. Gəlin bir Rövşəni test edək. Nə düşünürsünüz? Bizim bugündən bir rubrikamız var. Hə, yox rubrikası.
Suallarıma yalnız hə və yox demək şansım var. Yalnız hə və yox. Yəni onu izah etmə, açma mövzunu. Belə olsaydı belə hə, yox. Qısa və konkret. Hazırsanmı? Hazırıq. Show biznesdə dostun var. Hə, Səncə pulun olmasa məşhur ola bilərsən? yox. Yox. Sonra incələyərik bu mövzuları. Toylara gedib oxumaqdan utanmırsan? Yox. Yox. Mahnını bəyəndiyin, amma ifaçısını sevmədiyin müğənni var. Mahnısını bəyənirsən, amma özünü bəyənmirsən. Bəli. Var. Oo. Sponsora ehtiyacın var? Yox. Yox. Mahnın trend olsun deyə qalmaqal yaratmaq fikrin olub? Yox. Yox. Show biznesdə sənə qarşı qərəzli davranan olub? Hə. Hə. Heç efirdə yalan danışmısan? Yox. Yox. Toy müğənnisi kimi tanınmaqdan narahat olmursan? Yox. Yox. Show biznesdə kimisə paxıllığını çəkmirsən? Qətiyyən. Yox yəni. Yox. Bu qədər. Bu qədər. O cavabları da mən səndən gözləyirdim Rövşən. Hə? Biraz Vallahi. müzakirə edəkmi? Məsəl üçün, deyir ki, pulum olmasa məşhur ola bilmərəm. Məncə düz deyir. Nə mənada? Məşhurluq üçün reklam lazımdır. Reklam üçün də pul lazımdır. Bu insan yeni mahnılar yazdırmalıdır. Bu havayı başa gəlmir. Yeni mahnı almalıdır, pullandır. Aranjman etdirməlidir, pullandır. Svideniya eləmək pullandır. Klip çəkdirmək, Klip konsert çəkdirmək vermək. pullandır. Konsert demişkən konsertindən danışa. Bir dənə möhtəşəm konsert edib Gəncədə. Bəli. Yəni o elə-belə pullun əmələ gələn konsert deyil. 6 fevralda oldu yəni. Bəli, bəli. Bəli, özü, yəni öz yaradıcılığına vəsait ayırır. Yetərincə. Bir dəfə elə sizinlə yaxın münasibətdə olduğunuz bizim dəyərli xalqasımız Brilliant Dadaşoğlu dediyi kimi bizim sənət bahalı sənətdir. Bahalı sənətdir. Yəni insan sənət adamı daim səliqəli olmalıdır, səhmanlı olmalıdır. Siz demiş, bunun mahnısı var, bunun bəstəkarı var, aranjmanı var, geyimi var. Yəni bu Bir efirə çıxmaq indi tamaşaçılar bilərlər. Özləri də bilirlər tamaşaçılar. Bir məclisə gedirlər, bir yubileyə gedirlər, ad günə gedirlər. Salona getməlidirlər. Puldur. Əyin başlarını yeniləməlidirlər, puldur. Elə də biz. Bəli. Hələ məsəl üçün təkrarlı paltarlar olmasın. Həmin dəqiqə tamaşaçı görür ha, bu paltarı giymişdi. Yəni Əlbəttə. Bəlkə insanın özünün yadından çıxır, amma tamaşaçının həmişə yadında olur. Mən çox vaxt çalışıram ki, yəni efirə geydiyim paltarı ikinci dəfə geyməyim. Çox sevdiyim paltar olanda bir də geyinirəm. Toya geyinirəm sonra. Amma efirə yox. Efirə yox. Suallardan biri belə idi. Show biznesi sənə qarşı qərəzli davranan olub? Dedin, hə, olub. Niyə elə davranıblar ki, sənə qərəzli? Bu bütün oxuyanların həyatında belə bir şey olubdur. İnsan pillə-pillə qalxanda hardasa qısqanclıq olur, hardasa məsələn deyirlər ki, bu yaxında bir efirdə idi. Şabah xanım da orada qonaq idi. Dedilər ki, xoşbəxt adamsan ki, bu show biznesi adamlarından necə dostluq eləyə bilirsən də. Yəni ki, mən də dedim ki, həmin dostlarım bu show biznesinin dostlarına yaxın olanlardır ona görə. Olur, bəli, əlbəttə ki, olur. Bu təbiidir. Bu da ki, sağlam rəqabətdir, sağlam qısqanclıq. Bunu yaxşı qarşılamaq lazımdır. Əgər o qısqanclıq varsa, əgər o söz-söhbət varsa, deməli bizdə hardasa inkişaf var. İnkişaf var. İnkişaf. Şəbə xanım söz demək istəyirsiniz. Yox, mən onu demək istəyirdim ki, yəni qısqanclıq olsun, qərəz olmasın. Qərəz olmasın, hə. Rəqabət olsun, Rəqabət olsun, sağlam olsun. Hə. Paxıllıq olsun, xainlik olmasın. Yəni paxıllığını çəksin də, yəni yaxşı mərkəsin öz üzərində işləsin, sən də ged iş görək. Stimul gəlsin də ona. Stimul gəlsin, yəni yaxşı paxıllıq. Bildim. Yaxşı, mən uşaq vaxtında məktəbdə oxuyanda müəllimlərimiz həmişə deyirdi ki, bir-birinizin paxıllığını çəkin. O 5 aldısa bu gün sən də paxıllıq elə, sən də sabah çalış 5 al. Demək ki, o niyə 5 aldı? O 5 almasa gör sən 5 alasın. Sən gərək çalışasan. Dəyərli bəstəkarımız Vaqif Gərayzadə ürəkdən salamlayıram. Bir sözü var. Həmişə öz tələbələrinə deyir, hirslənin deyir. Yəni baxın, o siz deyirsiniz, məsəl üçün filan kəs 5 alıb, şagird baxsın, hirslənsin ki, mən də gedim oxuyum 5 alım. Yəni bu başqa bir şeydir. Bu əslində inkişaf deməkdir. Əsas odur ki, bəzən insanlar paxıllıqdan doğan addımlar atırlar, pislik eləmək istəyirlər. O da aciz insandır. Deməli, başqa cür onunla mübarizə apara bilmir deyə, ona görə məcbur qalır ona pislik eləməyə. Şəbə xanım, Rövşən, biz sizdən öncə də biz onu bir çox sizin həmkarlarınızla səhnə paylaşdığını görmüşük. Mətanə İskəndərli, Nasbəri Dostaliyeva. Siz ona necə reaksiya bildirirdiniz Rövşənin? Mən sizə bir söz deyim. Bax, salamlayıram bütün bizim həmkarları, müğənnilərimizi. Rövşəni mən tanıyanda, yəni o
nə Mətanət xanım, nə Nasbəri xanım onu tanımırdılar. Bəli, əlbəttə Çünki düzdür. gənc idi. Yəni ilk dəfə mənim verilişimə çıxmışdı. Amma tali ilə gəlib uzun illərdir Mətanət xanımla da çalışıb, Nasbəri xanımla da çalışıb, mahnılar da yazıbdı. Mən buna normal baxıram. Heç qısqanmaq hissim də yoxdur. Yoxdur. Yəni qismət bu gün nəymiş? Təklif də Rövşəndən gəlib. Sevə-sevə, niyə də yox? Yəni o bir gəncdir. Ona dəstək olaraq. Hə. Niyə? Məsəl üçün mən efirə çıxanda deyirəm bir dənə mən oxuyum, 5 dənə oxusun. Yəni, Nə olur, oxumuşam. Elədir, özü də. Bayaq, yəni oxumuşuq da yetərincə. Qoy yol verək, onlar oxusunlar. Bir də nəzərə almaq lazımdır ki, Bakıda yaşayırsan, asandır efirə çıxmaq. Rövşən Gəncədən gəlir. O boyda yolu gəlib, qarlı çovğunlu havada. Hə, Nüşabə çıxdı, oxudu. Nə olacaq? Qoy Rövşən oxusun. Rövşən, bəs sən burada maşallah işlərin bax çoxalmağa başlayıb, efirlərə çıxırsan, gözəl sənətkarlarla səhnə alırsan. Belə sənə çətin deyil, bəlkə Bakıya köçəsən? Mən 14 ildir, 15 ildir Gəncə Dövlət Filarmoniyasının solistiyəm. Orada işləyirəm. Buradan Gəncədən bizi izləyən bütün tamaşaçılarımızı salamlayırıq. Oradan da bizi izləyənlər var. Biz də salamlayırıq. Gəncə gözəl məkandır həqiqətən də. Çətin də olsa Kazım bəy, mən xoşdur ki, tez-tez gəlim, gedim, amma işimi sevərək işimin üstündə dururam. Çox belə Əslində Rövşənin səsi Rusiyadan da gəlir, Peterdə, Moskvadan, nə bilim, Rusiyanın başqa şəhərlərindən gəlir. Ondan sonra İsraildən gəlir. Qafqazın bütün regionlarına, onun toyları, toy məclislərinə dəvət edirlər. Filarmoniyada böyük konserti oldu. Özü ikinci konserti daha, birinci də. İkinci solo konsertidir. İnşallah Uğurlarını sevinirim. Bu yayda Nüşabə xanımla Gəncədə başlayışı start götürürük. Gəncə Dövlət Filarmoniyasında bir solo konsertimizə hazırlaşırıq inşallah yayında. Payızda da Allah qoysa Respublika Sarayında bir Heydər Əliyev Sarayında bəli. İnşallah. Məncə də. Bir də onu vurğulayım ki, Kazım bəy, mən Nüşabə xanımla hardasa 15 il bundan qabaq Nüşabə xanım hər zaman xalqın sevimlisi olubdu. 15 il bundan qabaq bir mahnısı var idi. Mən dedim Nüşabə xanım, mən istəyərdim onu duet oxuyam. Bilirsən sən onu. Mən onda Gəncədə gənc oğlan idim. Dedi ki, böyük məmnuniyyətlə. O vaxtı Nüşabə xanımın o səmimiyyətini, sadəliyini gördüm. Gəldi studiyaya. Mən yeri gələndə tanınmayan bir insan idim. Mən Nüşabə xanım bütün xalq sevən, yəni hər kəsin hörmətini qazanıb. Onda gördüm ki, bu xanımın böyüklüyünü, ürəkliyini gəldi studiyada mənlə oxudu. Dedi nə lazımdır, həmişə yanında dəstəyəm. O duet yazıldı yəni. Bəli, yazıldı. Bizdə rayon televiziyası var idi. Orada da verdik, getdi. Çox qəşəng mahnıdır yeri gəlmişkən. Birazdan onu da izləyəcəyik. Hələlik bilmirəm, mahnının adı mənə vadar eləyir bu sözləri söyləməyə. Deyəsən bu mahnını elə Nüşabə xanıma həsr eləmişsən sarışınım. Hə? Yoxsa yox, Rövşən. Hə? Ola bilər? Onun tərəf müqabilləri çoxu sarışındır. Nasbəri xanımdan Bax, burada başqa. sənə bir Ruslan bir söz. Это на заметку. Yəni ki, biz Rövşəni eşitməyə hazırıq sarışının mahnısı ilə. Musiqisi Hikmət müəllim, Hikmət Aslanındır. Nə gözəl. Gözəl bir mahnıdır. Tamaşaçılar üçün. Eşitməyə hazırıq. Elə ki axşam oldu yandı çıraqlar Məni zülmətdə qoyma gəl yetişin ya Eşqim mənim ilham pərim gözüm canım Gülər üzlü sarışınım sarışınım Səni sevmişəm neçə qızlar içində Mənə gəl etmə inad ellər içində Səni mən bəsləyəcəm güllər içində yar Gülər üzlü sarışınım sarışınım Səni mən bəsləyəcəm güllər içində yar Gülər üzlü sarışınım sarışınım Elə ki axşam oldu yandı çıraqlar Məni zülmətdə qoyma gəl yetişin yar Eşqim mənim ilham pərim gözüm canım Gülər üzlü sarışınım sarışınım Elə ki axşam oldu yandı çıraqlar Məni zülmətdə qoyma gəl yetişin yar Eşqim mənim ilham pərim gözüm canım Gülər üzlü sarışınım sarışınım Səni sevmişəm neçə qızlar içində Mənə gəl etmə inad ellər içində Səni mən bəsləyəcəm güllər içində yar Gülər
sarışınım sarışınım. Seni mən bəsləyəcəm güllər içində yar, gülər üzlü sarışınım sarışınım. Elə ki axşam oldu yandı çıraqlar, məni zülmətdə qoyma gəl yetişir yar. Eşkim mənim ilham pərim gözüm canım, gülər üzlü sarışınım sarışınım. Elə ki axşam oldu yandı çıraqlar, məni zülmətdə qoyma gəl yetişir yar. Eşkim mənim ilham pərim gözüm canım, gülər üzlü sarışınım sarışınım. Elə ki axşam oldu yandı çıraqlar, məni zülmətdə qoyma gəl yetişək yar. Eşqim mənim ilham pərim gözüm canım, gülər üzlü sarışınım sarışınım. Elə ki axşam oldu yandı çıraqlar, məni zülmətdə qoyma gəl yetişək yar. Eşkim mənim ilham pərim gözüm canım, gülər üzlü sarışınım sarışınım. Təşəkkür edirəm, çox gözəl mahnı idi. Çox sağ olun, minnətdaram. Mən təşəkkürümü bildirirəm Hikmət müəllimə, Hikmət Aslana. Çox gözəl bir bəstə idi. Bütün sarışın xanımlara həsr elədi, Nişabə xanım demişkən. Xüsusilə Nişabə xanıma. Bəli, bəli. Bəli. Dediniz ki, Rövşən Gəncədən gəlib, yadıma bir şeir parçası düşdü. Mən elə bildim, indi Rövşənin yükü xurma olacaq da. O məşhur mahnıda sözlərində deyildiyi kimi, Gəncədən gəlirəm, yüküm xurmadır. Gəncənin yolları burma-burmadır. Gəncədə bir qız var, Rövşən, teli durnadır. Günəşə sən çıxma, özüm çıxım deyir. Hə, bax bu çox qəşəng bir mahnıdır. Yəni istəsən bunu ifadə bu yalnız bir Cavanşir Quliyev. Gəlirəm, yüküm xurmadır. Azər Zeynalov. Azər Zeynalov. Kazım, bu dəfə Sabahın sözlərini. bəli, Rövşən həmişə Gəncədən gələndə yüklü xurma ilə gəlmir, Gəncə səbəti ilə gəlir. Dostlarını sevir, yaxud da özü harda olsa, məsələn, özü Gəncədədir və yaxud Rusiyadadır və yaxud nə bilim İsraildədir. Bir də görsən ki, zəng eləyir ki, sizə mən Gəncə səbəti göndərmişəm bayramda. Yəni pay çox olsun. Söhbət paydan getmir. Diqqət. Söhbət vнимательно olmaqdan Bəli, gedir. diqqətdən gedir. Biz biraz sonra bu maraqlı söhbətimizi, bu musiqi dolu proqramımızı davam etdirəcəyik. Amma indi çox qısa reklamlarımız var. Reklamlara bağlanaq, reklamlardan sonra dəyərli Nüşabə Ələsgərdən gözəl bir mahnı eşidəcəksiniz. Gözünüz bizdə olsun, siz ARB TV-yə baxırsınız. Özel. O gün toydan bir kız gördüm, bir bakıştan vuruldum. Ala gözüne, uca boyuna bakıp da hayran oldum. İstedim ki adını sorup danışmayayım, dal oldum, dal oldum, dal oldum. O padişah, ben de ona kul oldum. O padişah, ben de ona kul oldum. Gören kimi, ben ona aşık oldum. Bir gönülden bin gönüle vuruldum. Gören kimi, ben ona aşık oldum. Bir gönülden bin gönüle vuruldum. Allah bu kız hayatım, nağıldı lehvatı. Allah bu kız hayatım, nağıldı lehvatı. Her güzel beğenmem, bu kız yüreğime yattı. Her güzel beğenmem, bu kız yüreğime yattı. Gece gündüz hasretinden ot tutup ağlanıştım. Her gelenden, her gidenden ünvanını soruştum. Ey Tanrı sen bu hayatta onu benimle kavuştur, kavuştur, kavuştur. Ulduzlarımızı göklerde barıştır, ulduzlarımızı göklerde barıştır. Gören kimi ben ona aşık oldum. Bir gönülden bin gönüle vuruldum. Gören kimi ben ona aşık oldum. Bir gönülden bin gönüle vuruldum. Allah bu kız hayatım, nağıldı lehvatı. Allah bu kız hayatım, nağıldı lehvatı.
Möhtəşəm bir davam reklamlardan sonra dəyərli Nüşabə Ələsgərlidən çox yaxşı bir mahnı dinlədik. Bəzi aparıcılar kimi mahnını biraz incələyək, biraz belə nəsə bir içindən bir şey çıxardaq. Bu bir könüldən min könülə bu nə söhbətdir bu mahnıda belə? Hə, vallah. Bir könüldə. Könülə salam deyirəm. Salamlar olsun. Könül xanım ürəkdən salamlayıram. Çox istəyirik onu da. Bayaq biz reklamlardan öncə sizin zamanında çox populyar bir televiziya verilişi olduğunuzdan söhbət açdıq. Elə söz yada düşdü. Yenidən televiziya aparıcısı kimi qayıtmaq efirə, veriliş aparmaq, veriliş açmaq üçün çox gözəl alınırdı. Bilirsiniz, hər şey zamanında gözəldir. Və düşünmürəm, indi gözəl aparıcılarımız var. Bir də veriliş aparmaq çox da asan bir iş deyil. Böyük vaxt tələb eləyir. Gərək vaxtını ayırasam. Vallahi mənim vaxtım yoxdur. Yəni mən universitetə də gedirəm. El şənliklərinə də gedirəm. Evdə də olmalıyam. Çünki sənət adamlarının veriliş aparması həmişə maraqlı olub, yəni Düzdür, maraqlı olur, amma elə bütün işlərimi mən bir kənara qoyub, onda da işim çox idi. Bilməm necə çatdırmışam, mən onu başa düşmürəm. Mənə gəlir o vaxt daha çox idi hətta. O vaxt daha çox idi, amma uşaqlar balaca idi. İndi uşaqlar yazıqlar, indi heç evdə deyirlər. Necə çatdırmışam, onu bilmirəm. Sanki zaman çox tez keçir. Ola bilər bax. Sanki zaman çox tez keçir. Elə günlər uzun idi onda. Bəli, bəli. İndi səhər olan kimi axşam olur. Biz reklamlardan sonra davam edirik. Rövşən, bir daha xoş gəlmisən. Rövşən Məmmədov Təşəkkür edirəm, xoş gününüzə Bəli, bəli. Əyləş əzizim, narahat olma. Narahat olma. Nüşabə xanım, zəhmət olmasa buraya yaxınlaşın və biz bərabər monitora baxacağıq. Hörmətli tamaşaçılarımız. Əyləşək, istəyirsiniz əyləşək. Biz özəli davam etdiririk, hörmətli tamaşaçılarımız. Axşamınız bir daha xeyir olsun. Mən düşünürəm ki, Nüşabə Ələsgərli o dəyərli ifaçılardandır ki, onun repertuarı illər sonra yeni gənc nəsil ifaçıları tərəfindən oxunur. Çünki o qədər zəngin repertuar var ki. Amma mən bir tövsiyəm, o mahnılar yenidən aranjman olunsun. O mahnılar yenidən oxunulsun. Bəli. Hətta mənim Nüşabə Ələsgərlidən bir tamaşaçı olaraq, bir musiqi sevər televiziya əməkdaşı olaraq təklif edirəm ki, Musiqi bilicisi olaraq. Əstəğfirullah, sizin yanınızda təklif edirəm ki, indi monitora baxaq. Çünki bu mahnılar, indi təqdim edəcəyimiz mahnılar yenidən işlənilməlidir deyə düşünürəm. Bu mənim bir sizdən tamaşaçı kimi istəyimdir. Diqqət ekranlara. Təbii ki, bir qeydim də olacaq. Çünki illərin görüntüsü olduğu üçün biraz keyfiyyət oynaya bilər yerindən. Ona görə də baxaq. Həsrət dolu gecələr, kədər dolu gecələr, şirin yuxumu edər, hər gün tamam gecələr. Həsrət dolu gecələr, kədər dolu gecələr, şirin yuxumu edər, hər gün talan gecələr. Göydə bir cüt ulduz yanır, biri sənsən, biri mənəm. Bu sevginin həsrətindən iki aşıq yalqız qalır. Biri sənsən, biri mənəm. Ürək səndən döndü, bir də barışmaz. Göz yaşı altında ocaq alışmaz. Bu son sözlerimi yaddaşına yaz. Sındı aramızda olan körpüler. Bakışlardan itəcəm, talihimdən küsəcəm, gülə dönüb bitəcəm, sən qayıdan yollara. Bakışlardan itəcəm, talihimdən küsəcəm, gülə dönüb bitəcəm, sən qayıdan yollara. Ay, məni nə uzaqlara apardı, işləmişəm ha. Əlbəttə şübhəniz var idi. Yox, baxma, adamı hərdə unudur, desə qəşiyini eləmişəm, amma o Bütövlükdə baxanda, hələ bu çox qısa, burada nə var idi ki? Yox, mənim elə planşetimə baxanda, evdə mənim video kadrlarımın verilişlərə baxanda, nə qədər işlər görmüşəm, malı deyiz mənə. Nüşabə xanım, buna çox gözəl mahnılar idi və mən baxanda nə hiss elədim? Nüşabə xanım tez-tez deyəsən saç üslubunu və rəngini dəyişməyi sevir. Deyəsən bezirsiz, eyni saç düzümdə Son zamanlar demək ola bir 15 ildir ancaq sarıdır. Ancaq sarı. Çünki mən bu gözümün altında qara buğdayı, qaradır da belə, gözümün altı qaradan da nə gizlədim. Onda tünd rəng olanda elə bir boğul üzünü. Biraz da önə çıxır. Biraz önə çıxır, amma açıq rəngli olanda
Elə bir üzüm işıq da, yəni işıq verən kimi də açıq rəng verir. İldir. Ona görə Həm də ola bilərmi ki, zamanında bu biznesiniz var idi, yəni gözəllik sektorunda çalışırdınız deyə, istər-istəməz salona keçirdiniz, işə keçirdiniz, qızlar sizi necə deyim, deyirlər ki, Nişabam, gəl saçınızı dəyişək, bəlkə... İnanın ki, qızlar həmişə, yəni mən deyən eləyiblər, onları heç yazıqlar məsləhət verəndə də qulaq asmamışam. Əslində, həmişə peşəkara qulaq asmaq lazımdır. Yəni, özüm, yəni, kənardan çox şeydir, desələr ki, məsələn, bu sizə yaraşır. Özümü içindən güzgüyə baxanda razı olmamışamsa, demişəm, yox. Yəni, öz bildiyimi eləmişəm, belə deyək. Bir sualım indi olacaq Rövşən Məmmədova, amma Nişabə xanım da istəyirəm bu mövzuda iştirak eləsin. Ümumiyyətlə, Rövşən Məmmədov efir repertuarı ilə toy repertuarı arasında fərq görürmü? Toy repertuarı efirə çıxmalıdırmı? Nişabə xanım da bu mövzuda fikrini bildirə bilər. Buyurun. Əlbəttə ki, gözəl sualdır. Efir mədəniyyəti başqadır. Efir mahnıları tam başqadır. Toy repertuarı tam başqadır. Toy repertuarı elədir ki, toya gediriksə, həmin eviyyəsinin istədiyindən mahnı da ifa eləyirik, oxuyuruq. Hansı bölgədən olması da Bəli. Elə bir bizim, belə deyim də Kazım bəy, bizim bazamızda müxtəlif cür mahnılar var, janrda mahnılar var. Hansı bölgəyə düşürüksə, o mahnılardan istifadə edirik. Amma efirin qayda-qanunu başqadır. Efirdə yalnız bəstəkar mahnıları, xalq mahnıları, yeni bəstələn olan mahnıları, bəstəkar mahnıları olmalıdır. Bəli. Təbii ki, fərq var. Nişabə xanım, toy mahnılarının efirə çıxmasına necə baxırsınız? Mən düşünürəm ki, bizdə mövzu var. Vokal müəllimi yaradıcı şəxsiyyət kimi. Vokal müəllimi yaradıcı şəxsiyyət kimi. Orada sual. Vokal müəllimi nə yaradır? Zövq yaradır. Zövq də uşaqlıqdan formalaşmalıdır. Efir də həmən onu efirə tətbiq edəndə zövqləri formalaşdırmaq üçün, zövqləri mükəmməlləşdirmək üçün gərək efir mahnıları necə deyim, layiqli mahnılar çıxardaq, dərin mahnılar çıxardaq. Mahnının özünün ifası müğənniyə oxumağı öyrəsin. Elə mahnılar var ki, məsələn, Elza İbrahimovanın mahnılarını ifa edən müğənni özü də puxtələşir oxumaq üzrə. Mahnı özü onu müğənni. Mahnı özü onu müğənni eləyir. O onu öyrənə-öyrənə müğənni olmağa başlayır. 3 notla, 4 notdan ibarət olan mahnılar bir müğənniyə nə inkişaf elətdirəcək? Heç nə. Amma o yaxşıdır. Toy məclislərinə ritm üstündə gedir, 3-4 notdan ibarətdir. Yəni insan relaks olur da, oynayır, əhval-ruhiyyəsini yaxşılaşdırır. Ona görə toy repertuarı başqadır, efir repertuarı başqadır. Bir də var orta yolu tutma. Elə mahnılar oxuyarsan ki, 8-də 6 ölçüdə. Həm toya uyğun gələr, həm efirə uyğun gələr. O vaxtlar Zeynəb xanları var repertuarında, bəstəkar Emin Sabitoğlu'nun mahnısı vardı. Qara gözün badam, o dedi yox. Kuliyevin silsilə 6-8 mahnılar. Bəli, yəni bu mahnını o vaxt yazılır, məzəli mahnı. Məzəli mahnı o deməkdir ki, əhval-ruhiyyə verən mahnıdır. Həm onu efirdə ifalə, orada sözlər də gözəldir, ondan sonra melodiya da gözəldir, toyda da oxu, gözəl rəqs edirlər. Yəni elə mahnılar var ki, o balansı saxlayır. Həmişə Nişabə xanım gözəl vurğuladı. El şənliklərində də bizim bəstəkar mahnılarda ən çox da Zeynəb xanımın repertuarına müraciət eləyir. O bizim borcumuzdur. El şənliyində də bu mahnıları ifa eləmək, xalqımıza həmişə yaşatmaq. Çox adam da məsələn elə insanlar olur ki, məhz Tofiq Quliyevin mahnılarını istəyirlər, Emin Sabitoğlu'nun mahnılarını istəyirlər, lirik mahnı Elza İbrahimova mahnılarını istəyirlər. Yəni o məclisə gələn insanların zövqündən asılıdır. Onu dinləmək istəyirlər. Yorulurlar oynamalı mahnılardan. Deyir ki, bir dənə lirika başladı. Ay can, nə gözəl, nə yaxşı bunu oxudunuz. Bir ruhumuz dincəldi. Bir nəsə qulağımız yaxşı musiqi də eşitdi. Yəni hər şeyin çoxu pisdir. Hər şeyin çoxu. Ən sevdiyin nə varsa, götürək məsələn, ən sevdiyin təam, ən sevdiyin yemək belə. Yəni səhərdən axşama kimi ən sevdiyin yeməyi yeyə bilməzsən. Məclisdə də el şənliyində çoxu belə yəni bir inci saflığı varsa da suda artıq içiləndə dərd verir. O da Nizami Gəncəvi. Yəni su kimi gözəl bir neməti də çox içərsən, qarnın ağrısına düşərsən. Olmaz çox. Mahnının da muğamı çox oxuyarsan, ifa edərsən, yorularlar.
nə bilim, o ritmik mahnılar, diskoteka mahnılarını çox ifa edərsən, yorulurlar. Hərəsindən biraz eləyəndə Rəng. gözəl bir Kompozisiya. Tandem yaranır. bəli, portret yaranır. Çox doğru. Nişabə xanım, biz indi bayaq bu kadrlara baxanda bilmirəm, bəlkə o bizim xatirələrimiz də artıq deyə bu mahnılar, ona görə bizə bu qədər doğma gəlir. Və bax, illər keçəcək, bəlkə bax, az öncə oxuduğunuz mahnı da bizə elə doğma və xatirə olaraq yaddaşımızda qalacaq. Bilmirəm, səbəb budur, yoxsa doğrudan da o zaman mahnılar gözəl idi, daha gözəl idi, daha içdən idi və daha ürəkdən idi. Necə düşünürsünüz? Nişabə Ələsgərli yaradıcılığının ən məhsuldar dönəmi nə zaman olub və indiki repertuarda o mahnılar kimi mahnılar var? Var, təbii ki var. Yeni mahnılarım var, yazdırmışam. Yəni bu mahnıların demək biri mahnı ikisi həsrət dolu gecələr, bir də Sən qayıdan yolla, ikisi də Nadir Əzimov mahnısıdır. Salamlayırıq, keçən həftə Salamlayıram, qonağımız idi. bəli. Biri də Esmeralda mahnısı, sözləri Kənan Ememin yanında aramızda olan körpülər. Keçən mahnı idi. Yəni biri sənsə Mehriban Qüdrətlinin, biri sənsən birimə söz musiqi. Biri sənsən birimə bu son 10 ilin mahnısıdır. Amma o birisi daha əvvəl. O dövrdə hansı bəstəkarlar var idisə, Cavanşir Quliyev, Aygül Səmədzadə, Xanım İsmail qızı, Nadir Əzimov, Faiz Sücəddinov. Bəhbə, sən dünyamsan gözlərimdən gülənim, bəhbə. Hə, Aygül Səmədzadənin mahnıları. Yəni silsilə mahnılarını oxumuşam. Hər dövrdə müraciət eləmişəm. Bilirsiniz, reallıq var da. Yəni biz elə sırf yaradıcılıq dalınca, ondan sonra sırf efir üçün işləsək, bizim maddi tərəfimiz də var. Bunu nə gizlədə, sosial tərəfimiz də var. Biz sosial olaraq bizə lazım Doğrudur. olan, yəni maddiyyatımızı təmin etməliyik. Ona görə də kooperativ mahnılar, pul qazanc Kommersiya gətirən, məqsədi. kommersiya məqsədi ilə pul gətirən mahnılar da ifa eləməliyik ki, bizi xüsusi məclislərə dəvət alaq ki, və qonorarımız olsun. Onsuz da biz o qonorarın 80%-ni yenidən də sənətə xərcləyirik. Sadəcə olaraq pul qazanmaq xatirinə də lap daha ifrat dərəcədə olmaz da. Yəni onu mən deyirəm. Mənə elə gəlir ki, biz yaxşı mahnılardan da pul qazana bilərik. Biz keyfiyyətli əsl Azərbaycan musiqisindən də pul qazana bilərik. Bax, bayaq özünüz yaxşı vurğuladınız. O dedi, yox, məzəli mahnı. Mənə gəlir, onu da kimsə qəşəng bir yenidən aranjman eləsin. Gənclər oxuyurlar. Oxusun, o mahnı yenidən aktual olacaq və görürsən keyfiyyətli musiqi kimi həm sənə pul qazandıracaq, həm də repertuarda keyfiyyətli bir iş kimi qalacaq. Elə məsəl üçün ifaçı var ki, heç 6-8 ritmdə mahnı ilə toya getmir. Onun lirikası var. Lirik bir mahnısı populyar olub, hit olub. Yəni ki, lirik mahnı ilə, yəni siz demiş, yəni pul qazanmaq üçün heç də bayağılığa qaçmaq, yalnız ora yönəlməyə gərək yoxdur deyə düşünürəm. Yəni düz deyirsiniz, amma xüsusi bir dinləyicilər var ki, auditoriyası var ki, onların zövqü də bir başqadır da. Mən onları qınaya bilmərəm ki. Qınaya bilmərəm. Yəni biz hamı konservatoriya qurtarmayıb ki, və yaxud hamı ali təhsilli deyil ki, hamının zövqü elə deyil ki, yəni onların istədiyi odur. Lap belə gedək xalq mahnılarımıza, məsələn. Pəncərədən daş gəlir, ay bəri bax, xuma gözə yaş gəlir, ay bəri bax. Nə sözləri belə dərin, nə də ki, melodiyada, nə bilim, dərin qarmoniyaları var. Gözəl, sadə xalq mahnımızdır. Xalqın illərlə, əsrlərlə süzdürülüb gələn mahnılardır. Yəni, bu səpkidə də oxumaq olar. Biz bu mövzunu bir kəlmə ilə mən də fikrimi söyləyim. Biraz daha dərin və daha loru deyəcəm. Pul verən kütlə də, yəni bəstəkar mahnısı olsun, böyük əsərlər olsun, çox da ona aludə olmurlar. Yəni, pul verən kütlə də təəssüf ki, biraz da o tərəf musiqiyə, asad musiqiyə daha çox qulaq asır, pul verən kütlə. Yəni, burada bu məqam da var, yəni bunu da vurğulamış olun və Rövşəndən Acan. Çox gözəl vurğuladınız. Mahnılarımızda qabaq Füzulinin, Nizaminin sözlərinə, Füzulinin qəzəllərinə olan məntiqli mahnıları, düşüncəli mahnıları indiki cavanlar deyərdim ki, çox bayaq vurğuladığınız insanlar çox qəbul eləmir. Ona görə ki, istəyirlər ki, sözlərdə hasatlıq olsun, melodiyada hasatlıq olsun. Musiqini dinləmək niyyəti var da. Məsələn, elə insan var ki, musiqini dinləyir,
ki restoranda, kabinetdə otursun, dostları ilə, məsəl üçün keyfinə düşsün mahnı. Məsəl üçün bir dənə də çıtma çala-çala onun ritmə düşsün. O axı orada həmin anda onun ruh halı hansısa bir simfoniya, hansısa bir əsər ola bilməz axı. Bir bəstəkar mahnısı oxuyuruq Ramiz Mirişlidə məsələn bir xumar baxışla. Hər kupletləri eyni deyil. Addelin bir məna var, bir sözləri var. İndi mahnıları biz götürəndə istəyirik ki, bir kuplet bir nəqarət olsun, bir də təkrar olsun. Bu camata daha da camat bunu tez qəbul eləyir. Ona görə bizim əsərlərimiz var, mahnılarımız var. Nüşabə xanım çox gözəl vurğuladı. Bizim tamaşaçılarımızın çox az faizi bunu dinləyir, qulaq asır. Ona görə biz də çalışırıq ki, biraz zövqə oxşayaq, biraz ortaya çıxardanda biraz səviyyəli. Sən də ədiblərimizin adını çəkdin. Var oxuyanlar, amma onu Nəsiminin o şeiri, Nəsimi tamam başqa şey yazıb da, yəni məndə sığar iki cahan, mən bu cahana sığmam. O tamam başqa şey yazıb. O tamam başqa mənası var onun, amma görsən bəzi ifaçılar var ki, o mahnını necə məzəli mahnı kimi, o Nəsimini elə o yazıq elə yazmır bax, onu sən götür. Mən bu belə yazmır bax, yazır. Sən onu məzəyə qoymusan. Sən o mahnını məzələnmirsən sən o mahnı ilə. Danışanda da elə böyük sənətkarlarla söz savaşına çıxırlar. Flora Kərimova kimi böyük sənətkarla. Sənin ixtiyarın yoxdur ümumiyyətlə danışmağa. İxtiyarın yoxdur sənin Flora Kərimova kimi böyük sənətkara söz deməyə. Mahnı dinləyək mi? Dilək. Bizim duetimiz gəlir indi. Gəlsin. Bu mahnını lap yenicə yazılmışıq. Sizin verilişdə istəyirik onu ifa edək. Böyük məmnuniyyətlə. Söz, musiqi Aydın Qafarovundur. Bizim Rövşənlə duetimizdir. Ekskluziv olaraq bu mahnıda, bəli, özəldə Nüşabə xanıma təşəkkürümü bildirirəm. Bu gözəl təklifi Nüşabə xanım üçün bu mahnı yazılmışdı. Çox sağ olsun, dedi ki, Rövşən gəl bunu duet oxuyaq. Paylaşdı səninlə. Hə, təşəkkür edirəm, minnətdarımı bildirirəm ki, bu gözəl ürəyə görə. Çox gözəl də ifa edib Rövşən. Tək də oxuyacaq, duet də. Hə. Nüşabə xanımın Bakıda işləri olanda, sən Gəncədə olanda o mahnını istəyəcəklər səndən. Necə tapasan Nüşabə xanımı? Ona görə də tək lazımdır. Buyurun. Sən çox qəşəng oxumusan. Yəni doğrudan da ifa özün deyirsən, mahnı bayaq deyirsən, elə bir şeydir ki, gərək yaraşsın da. Doğrudan da sənə çox yaraşdı. Müəllimədir də onu hiss eləyir ki, bu mahnı yaraşacaq sənə. Nüşabə xanım sağ olsun. Burada neçə səslər var idi. Sadəcə olaraq Nüşabə xanım sağ olsun. Burada bizə kömək elədi. Bir mütəxəssis kimi, bir gözəl müəllim, pedaqoq kimi sağ olsun. İkinci səsləri belə üstünə. Çox gözəl. Nüşabə xanım, indi biz qısa reklam fasiləsinə ayrılacağıq. Bir neçə dəqiqəlik sizi keçmişə apararaq biz çəkilirik kənara. Sanki verilişin aparıcısı sizsiniz və ARB TV-də özəl verilişində reklamların vaxtıdır söyləyin. Qaydaq o illərə və aparıcı sizsiniz. Buyurun, biz çəkildik kənara. Əziz dostlar, indi isə reklamların vaxtıdır. Reklamlar gəlir. Özəl. ARB TV-də reklamlar bitdi. Hörmətli tamaşaçılarımız, özəl gecə şousu davam edir. Bu axşam Nüşabə xanım Ələsgərli, dəyərli Nüşabə xanım Ələsgərli bizdə qonaqdır. Xoş gəlmişsiniz bir daha. Rövşən Məmmədov, xoş gəldin əzizim. Çox maraqlı bir görüşümüz oldu. Sonda bizim bir rubrikamız da var. Özəl komandası olaraq qonaqlarımıza kiçik tövsiyələr, məsləhət də, yəni bir tamaşaçı kimi Gözəl, nə gözəl. ekranlara baxaq və Nüşabə xanım Ələsgərliyə top 3 məsləhət hazırladıq. İlk məsləhətimiz gəlsin. Gənc müğənni ilə duet hazırlayın. Rövşəni keçdik. Yəni biz sizinlə son 5 ildə, bax yeni gənc nəsil gəlir, bax tələbələriniz var. Əməli başlı bir duet. Yazdırmışam. Həmzə var, Əliyev, ondan duet yazdırmışam. Şahmuraz var, burada Gəncəlidir, Muradov. Onunla yazdırmışam, tələbələrimdir. Gənc var. Okey, məsləhətimiz. Rövşən də gəncdir. Növbəti məsləhətimiz, lupu yandırın. Köhnə kliplərinizi HD formatda yeniləyin, klassiklər unudulmur. Bax, biz bayaq kliplərə baxdıq. Onu qatılıram sizə. Bax, məsəl üçün bizim Azərbaycan məşhur filmi Heydər Əliyev Fondu tərəfindən yenidən rəqləndi. Aşı Malalan, məsəl üçün. HD, yəni o bizim tariximizdir də, yəni mədəni tariximizdir. Sizin də o klipləri... Onu bilmirəm, kim eləyir? Bax, məsələn, Faiq Ağayev kliplərini deməli HD formatda elədi. Mən məlumat alaram, onu mütləq HD formatda yeniləyin, konsertinizi yeniləyin, məsəl üçün. HD yeni nəsil də baxsın. Bu məsləhət xoşunuza gəldi? Xoşum gəldi, onu məni yönləndirərsiniz, xahiş edirəm. Tamam. Növbəti məsləhətimiz Nüşabə Ələsgərliyə. Solo konsert verin, səhnə sizi istəyir. Çoxdan da solo konsert yoxdur. Heydər Əliyev adına saray, Bakı Konqres Mərkəzi, Yaşıl Teatr. Bəli. Onu sizə qatılıram.
Orada mən bəzi məqamları uşaqlarla danışıram. Yəni o məqamlar məni yorur deyə. Mən ümumiyyətlə həmişə hər bir şeyə məntiqlə yaxınlaşıram. Məntiqim onu qəbul eləməyəndə deyirəm ki, eləməyim. Amma bu gənc oğlan məni də necə deyim, bu hərəkət Raminlə bərabər, o dostu, köməkçisi Raminlə bərabər məni də qoymurlar bir dəqiqə evdə oturmağa. Ona görə də Gəncədə də konsert olacaq, Sarayda da konsert olacaq. İnşallah sağlıq olsun. Bax bu arzularla da mən sizinlə sağollaşmaq istəyirəm. Yaxın gəlin zəhmət olmasa. Rövşən, yaxın gəlin. Təşəkkür edirəm. Qarşıda bayramlarımız gəlir. Mən sizi Nüşabə xanım öncə qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Çərşənbələriniz, Novruzunuz mübarək olsun. Mən də öz adımdan sizin evdə olan bütün xanımları qarşıdan gələn bayramlar, 8 Mart bayramını təbrik edirəm. Çərşənbələri də, Novruz bayramında hamınızı, xalqımızı da qarşıdan gələn bayramlarla təbrik edirəm. Çox sağ olun. Rövşən, Bayramınız mübarək sənə də olsun. Novruz bayramının qarşıdan gələn bayramı mübarək olsun. Çox sağ olun. Biz də tamaşaçılarımızı təbrik edirik. Neçə belə xoş illərə, xoş günlərə. Həmişə zövqləri özəllə belə Kazım bəyin verişinə Novruz ətirli mahnı oxuyacaq indi. Hə, heyva gülü, əsl, hə, güllərin, çiçəklərin, belə deyim də, çiçəkləndiyi bir Çox gözəl fəsildəyik. mahnı yazılıb, Rövşən Gülümdür, çox çalışqandır. Ona görə də gənclərə dəstək, gənclər irəli, bayramlarınız mübarək. Bir daha canım Kazım, çox sağ ol canım. Siz sağ olun, layiqsiniz. Sizə və komandanıza öpücüklər, Sizi çox istəyirik. minnətdaram, zəhmət çəkdiniz. Xoşdur. Sizin zəhmətinizi, əməyinizi çəkmək bizim üçün xoşdur. Yenidən görüşmək ümidi ilə deyirəm. Mən təklif edirəm ki, bizi Rövşəni tək qoymayaq səhnədə. Heyva gülüdür də. Əlbəttə, oynamaq. O mümkün deyil, yəni. Hamı dursun, axşam qəşəng oynayın, sonra gedin yatın. Yatın. Əgər bu musiqilərdən sonra yata bilsəniz, yəni. Gecən xeyrə qalsın. Bahar çağı yaz ayları bülbül gülü sevəndə Bahar çağı yaz ayları bülbül gülü sevəndə Səni gördüm, səni sevdim heyva gülü dərəndə
sevdim heyva gülü dərəndə. Səni gördüm, səni sevdim heyva gülü dərəndə. Səni gördüm, səni sevdim heyva gülü dərəndə. Özel